Babək prospektindəki binaların birində yaşayan sakinlərə yaxınlıqda yeni tikilən binaya köçülmələri barədə deyilsə də hələ də gözləyirlər. Sənədlərə alınır, amma ortada hələlik bir nəticə yoxdur. Çəkdik. 50 min qoyanda köçürlər. Bəhanədir, bunların içində bəhanədir xanım. Xətai rayonu Babək prospekti 8 ünvanında yerləşən mənim sağ tərəfimdə olan bu 19 mərtəbəli bina 2000-ci ildə tikilib və hazırda orada 133 ailə yaşayır. Amma 2013-cü ildən etibarən sakinlərə bildiriblər ki, həmin bina söküləcək və onlara yeni tikilən binadan mənzillər veriləcək. Yeni tikilən bina isə mənim sol tərəfimdə yerləşir və həmin bina 28 mərtəbəlidir. Amma buna baxmayaraq, təxminən 4 aya yaxındır ki, sakinlərin sənədləri alınıb, amma hələ də onlara bir cavab verən yoxdur. O vaxtdan bu vaxta qədər sakinlər gözləyirlər, amma digər ki, hələ də onlara bir cavab verən olmayıb. Daha dəqiq söz gedən bina vaxtı ikən neft emalı zavodunun işçiləri üçün nəzərdə tutulub. 10 ildən çox müddət keçdikdən sonra sakinlərə deyiblər ki, sizə eyni ilə bu binadan yenisi tikiləcək və sizin mənzillərin kvadratından 20% artıq veriləcək. Köhnə bina 19 mərtəbəli olduğu halda yeni tikilən bina 28 mərtəbəlidir. 19 mərtəbə sakinlərə veriləcək. 19-dan yuxarı mərtəbələrdəki mənzillər isə satışa çıxarılacaq. Bədəl müəllim və digər rəhbər işçiləri sakinlərlə görüş keçirdi və belə bir şərt qoydular ki, bir nəfər də belə razı olmasa köçməyə, biz o binanı sizə verməyəcəyik. Bu nə şərtdir? İlim günün bu vaxtında 1 qram ataplen yoxdur evdə. Nəysə, mənim evimi versin təcili. Mən evimə köçmək istəyirəm. 4 ayda sənədlərimizi alıblar. Çıxarışın, şəxsi kserikopiyasının, bir də razılıq ərizəsi ki, Natiq Əliyev 69-a köçməyə razısıyıq. Daha sonra yaşadığı mənzildən köçmək istəməyən 13 ailədən biri gəldi və bildirdi ki, mən evimi təmir etdirmişəm deyə köçmək istəmirəm. Bu vaxt həmin qonşu ilə köçmək istəyən qonşular arasında mübahisə düşdü. 100 min remont qoyub evinə, onlar köçürlər. 50 min qoyanda köçürlər. Bəhanədir, bunların içində bəhanədir xanım. Evimi satıb təmir eləmişəm, remont eləmişəm evimi, şərait yaratmışam özümə, rahat evimdir. Təmirə nə qədər pul xərclədi? O vaxtı 47 min. Gəlsinlər özlər bizlə danışsınlar, razı salsınlar da, niyəcə eləmək olmur. Maraqlı məqam isə odur ki, binanın hansı MTK tərəfindən tikildiyindən hamı xəbərsizdir. Sakinlər yalnız məlum məsələ ilə bağlı deputat Bədəl Bədəlovla əlaqə saxladıqlarını deyiblər. Yəni, görüb gördükləri tək insan Bədəl Bədəlov olub. Əvvəlcə Xətai rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Amma icra hakimiyyəti də həmin binanın kim tərəfindən tikildiyindən və hansı MTK-ya məxsus olduğundan xəbərsiz olduqlarını dedilər. Maraqlısı isə odur ki, böyük bir ərazidə 28 mərtəbəli bina tikilir, amma icra hakimiyyəti bundan xəbərsizdir. Bədəl Bədəlovla əlaqə saxlamaq cəhdimiz də baş tutmadı. Zənglərimizə cavab verməyən deputatın köməkçisi ilə əlaqə saxladıq, amma heç bir nəticə ala bilmədik. Bir sözlə, verilən suallar cavabını gözləyən kimi elə sakinlər də hələ deyəsən gözləmən olacaqlar.